Uşaqlar salam. Bugünkü testimizin izahında sizə güvən testindən disikloalkanlar testinin izahını verəcəm. Keçək suallarımızın izahına. Hansı maddə metil disiklobutanın izomeridir? Metil disiklobutanda 5 karbon var. Butanda 4, metildə 1, 5. Deməli 5 karbonlu disikloalkan bunun izomeri olacaq. Bir də Y variantı. İkincidə disikloalkanların ikinci nümayəndəsi. Disikloalkanlar CNH2-dir. N bunlarda 3-dən başlayır. Deməli ikinci nümayəndə C4H8-dir. Bunlar disiklik quruluşlu deyə bunlarda sigma rabitə ümumi atomun sayı qədərdir. 12-dən olacaq Y variantı. Üçüncü sualda. İzomer maddələri müəyyən edin. Heksan C6H14. Disikloheksan C6H12-dir. Heksen 2 C6H12-dir. Metil disikloheksan C7H14-dür. Deməli izomer odur ki, emerləri eyni, amma quruluşları fərqli olursun. Cavab 2 ilə 3, yəni 3-də D variantı. Dördüncü sualda. Hansı maddə buten 2-nin izomeridir? Buten 2. Alkenlər nə ilə izomeridir? Disikloalkanlarla izomeridir. İndi 4 dənə karbonlu disikloalkan bunun izomeridir. O da B variantında verilib. Görsən, nə verilib? Metil disiklobutan, metil disiklopropan. Bu maddə də C4H8-dir. Onun verdiyi buten 2 də C4H8-dir. Emerləri eyni, quruluşları fərqlidir. Cavab B. Xlorun hansı maddə ilə reaksiyasından H-xlor alınır? Əlbəttə ki, 3-ü çıxıram, 4-ü çıxıram nəyə görə? Çünki 3 ilə 4 bunlar doymuş maddələrdir. Doymuş maddələrdə, üzr istəyirəm, etilenlə asetilin onlar doymamışlardı. Onlarda pi rabitə var. Mən xlor gələndə pi qırılır, xlorlar birləşir. Onlar birləşmə reaksiyasına girir. 3 ilə 4 olmaz. Amma disiklopropan da olmaz. Niyə? Çünki disikloalkanların içərisində 3 bucaqla 4 bucaq istisnadır. Onlar xlorla, halogenlə reaksiyaya girəndə onlarda 3 bucaqla 4 bucaqda birləşmə reaksiyası gedir. Fiqur parçalanır, halogenlər aralı birləşir. Bax, bir də deyirəm. Alkanla disikloalkan doymuşdur. Onlar birləşmə reaksiyasına girməz. Amma disikloalkanların içərisində 2 dənə nümayəndə istisnadır. 3 bucaqla 4 bucaq. Onlar hidrogenlə, halogenlərlə, hidrogen halogenitlərlə, onlarla birləşmə reaksiyasına girir. İndi disiklopentanın üzərinə xlor gələndə, bəli, burada əvz etmə reaksiyası gedir, bax belə olur. Cavab nədir? Yalnız 2B variantı. 5-də B. 6-da hansı karbohidrogenlərin 1 molunun tam yanmasından eyni miqdarda su alınır? Eyni miqdarda su alınması üçün tərkibində gərək eyni qədər hidrogen olsun. Butan C4H10-dur. 2 metil butan C5H12-dir. Buten C4H8-dir. Disiklopentan C5H10-dur. Məsələn, bunların 1 molu yananda, məsələn, bundan 5 mol su çıxacaq. Bundan 6 mol su, hidrogenə görə. Bundan 4 mol su. Bundan da 5 mol su. Gördüm. Birinciden 4-cü oldu da C variantı. 7-ci sualda. 7-ci sualda nə deyir? Üzü maddə X-dir. Deyir, üzü maddəmiz X-dir. Üzü maddəmiz X-dir və 1 molunda olan karbon atomu sayı N-dirsə, yanmasından alınan suyun mol sayı N+1-dir. Bu alkandır da, onsuz da. Nəyə görə? Çünki əgər yananda N+1 mol su alınıbsa, deməli onun içərisində 2N üstəgəl 2 dənə hidrogen olur buraya görə. O da 2N+2 dənə hidrogen olan alkanlardır da, C variantı. Tərkibində N sayda karbon atomu olan molekullarda SPH hibrid orbitallarının və rabitə bənə gəlməsinə sərf olunan S orbitallarının sayı eyni olan sinifləri müəyyən edin. Baxın. SPH hibrid orbitalı eynidirsə, onda 1 ilə 3-dür. Alkanla disikloalkandır. Nəyə görə? Çünki alkanla disikloalkanın hər ikisində karbonlar yalnız SPH-dür. Ona görə eyni olacaq. 1, 3. C, Y. Bunlardan biridir. İndi bir də S orbitalın sayı eyni olanlar. S hidrogen deməkdir. Tərkibində N sayda karbon olan əlbəttə ki, alkenlə disikloalkanda S orbitalları, yəni hidrogen sayları eyni olacaq. 2, 3-də bu tərəfdə Y variantı. 9-cu sualda. 9-cu sualda birincidə tərkibində bir halogenin üzərinə əsasən spirtdə məhlul gələndə alken. Deməli, birincidə alken. 2 halogenin üzərinə əsasən spirtdə məhlul gələndə alkin. İkincidə də alkin alınır. Axırıncıda isə 2 halogendir. Üstə metal gəlib. Halogenlər necə yerləşib? Aralı. Aralısa disikloalkan. B variantı. 9-da B. 10-da
Hansı maddələrə natrium gələndə disiklokarbohidrogen alınır? Disiklokarbohidrogen alınması üçün tərkibində 2 halogen olmalıdır və aralı olmalıdır. 1 ilə 4. Disikloalkanların alınma üsulunda dihalogenli alkanların üzərinə metal gəlmək, amma şərt var. Halogenlər yanaşı olanda alken, aralı olanda disikloalkan. Orada 1 ilə 4-də disikloalkan alınacaq. Cavab elə 1 ilə 4-dür. Yəni cavab D variantıdır. İndi ikincidə nə alınacaq? Halogenlər yanaşıdır. Burada alken alınacaq. Bəs üçüncüyə diqqətli ol, çünki o bir halogenlidir. Yəni monohalogenli alkandır. Onun üstünə metal gələndə o Würz reaksiyasından alkan verəcək bizə. 11-ci sualda disikloalkan yazılır CnH2. Deyir bunun 2 molunun yanmasına 15 mol oksigen sərf olunur. Disikloalkanlar yananda onların oksigeninin əmsalı belə deyim. N molda CO2 alınırdı, N molda su alınır. Bu hissə mənə lazımdır, onsuz mən buranla işləyəcəm. Buraya 2 mol verib, buraya 15 mol. Molun altda əmsallar yazıldı. 3n/2. Bu ikilər ixtisar gedər. 3n bərabərdir 15, n də bərabərdir 5-ə. Deməli bu C5H10-dur. İndi hansı cavabda 5 karbonlu disikloalkan var? Biz cavabda onu seçəcəyik. B variantı. 12-ci sualda. 12-ci sualda deməli X, Y üçün hansı ifadələr doğrudur? Bir halogenli deyə orada alken alınacaq. Bu T1 verəcək. Təbii ki, kalium xlor suda çıxır, onsuz da verir. Bu X maddəndir. İkincidə 2 halogenlidir, aralıdır. Aralıdır. Birinci halogendən axırıncıya qədər xətt çəkəndə orada 4 bucaq yaranacaq. Bir də sink xlor 2 çıxır, bu heç. Bu da Y maddəndir. Bu maddənin hər ikisi C4H8-dir. Bu da C4H8-dir. Bu da C4H8-dir. İzomerdilər, özü də ayrı-ayrı sinifdir. Ona görə siniflər arasıdır. Hər ikisində pirabitə var, xeyr. Bunda pirabitə yoxdur. Hər ikisi birləşmə reaksiyasına daxil olur. Bəli, bunda pi olduğu üçün birləşməyə girir. Bu isə disikloalkanların içərisində 2 dənə istisna, 3 bucaqla 4 bucaq birləşməyə girir. Ona görədir. 1-3 Y variantı. 13-cü sualda. 13-cü sualda nədir? 13-cü sualda bu reaksiyaların tipini. Bax, birinci reaksiyada 3 bucaqla 4 bucaq dedik birləşmə reaksiyasına girir. Fiqur parçalanır. Özü də uculara birləşir. Halogenlər birləşdi. Bu birləşmədir. Bir maddə alındı çünki. İkincidə əvəz etmə gedir. Hər hansı bir nöqtəsində 1 mol xlor gəldiyim üçün hidrogen biri xlorla əvəz olundu. Bu əvəz etmədir. O birisində yenə alkandır. Alkan doymuşdu. Birləşməyə girməz. Əvəz etməyə girəcək. O birisi isə doymamışdı. Pisi qırılacaq. Əlbəttə ki, xlorlar birləşəcək. 1 ilə 4 birləşmədir. Cavab C variantı. 2 ilə də 3 əvəz etmə olur da. 14-cü sualda. Hansı reaksiya səhvdir? Birinci düzdür, çünki 3 bucaqla 4 bucaq birləşməyə girir və disiklopropanla disiklobutan hidrogenlə reaksiyaya girəndə alkana çevrilir, düzdür. B variantı üzrə səhvdir. Məsələn, mən 13-ün birincisində neynədim? Fiquru parçaladım, hər xloru bir uca birləşdirdim də. Burada da fiqur parçalanmalı idi, hər brom bir uca birləşməlidir. B variantı səhvdir. 15-ci sualda bayaq dedim. Bunu yazdı. Bizə dəqiq. 15-13-cü sualdır da. Bu niyə təkrar salıblar ki? Birinci bayaq yazdıq. Fiqur parçalanır, hər halogen bir uca birləşdi. Bu birləşmədir. İkincidə əvəz etmə olacaq. Üçüncüdə də pi qırılacaq, xlorlar birləşəcək. 1 ilə 3 birləşmədir. Yəni 13-cü sualın eynisidir. Prosto 3-cü tənliyi burada verməyib sadəcə. Nəysə, 1 ilə 3 birləşmədir. Cavab B variantı. 16-cı sualda. Hansı maddələrə natrium gələndə izomer olan karbohidrogen alınır? Baxın, gəl belə deyək də. Gəl belə deyək. Deməli, birincidə 3 bucaq, bir dənə də metil var, bu alınacaq. İkincidə birinci xlordan o biri xlora qədər xətt çəkəndə 4 bucaq, bir də kənarda metil var. O birisində üzərinə natrium gələndə o Würz reaksiyasıdır. C2H5 öz-özündən kopyalanacaq, C4H10 üstə gəl natri xloru alınacaq. Üçüncüdə. Dördüncüdə isə halogenlər yanaşıdır deyə orada alken alınacaq. Buyurun. İndi izomer olan. İzomer nədir? Emerlər eyni. Bu da C4H8'dir. Bu da C4H8'dir. Ona görə cavab 1 ilə 4. C variantı. 17-ci sualda.
Sikloalkanın yanmasından alınan CO2. Bu yananda N mol CO2 alınır da. Bunu 28 qram verib sxem qurdum da. Sxem qurdum, tənliyimi əmsallaşdırdım. İstəyirsən yanma tənliyini bütöv yazım. Nə mənası var? Onsa mən bundan işləyəcəm də. Mən orada oksigenlə su lazım olmayacaq ki. Ona görə sxem qurdum. 14 N. İndi alınan CO2-nin həcmi x litr. Bu da əmsaldır 22.4. Aha, N'lər getdi. Bundan bu gedəndə 2. Bu da eləyir 44.8. C variantı. 18-ci sualda. Sikloalkan molekulunda olan işarələnmiş karbon atomu dihalogenli törəmədəki hansı karbon atomlarına uyğundur? Belə eləyək də, bax. CH2, xlor, CH2, CH2, CH, xlor, CH3 İndi. Deməli, bax. 1, 1, 2, 3, 4, 5 döyüm. Buradan bura qədər xət çəkirik də. Düz döyüm. Xlorların bir əşliyi. Bunu yazdım. İndi. Yəni buna ehtiyac yoxdur da. Əslində bu 5 lazım deyil. Bu lazımdır. 3 onu verməməliydi. Nəysə. İndi qulaq as. Deməli bu 4 bucaqlı yarandı. İndi hardan başlayırsan fərq eləmir də. Hər yer bizə görə burada 1. Nömrələ. İndi fikir ver. 4-cü karbona metil birləşdirməlisən. Bunu birləşdirdim. Elə. Deməli bura ikincidir. B variantı. Gördün mü? Ya da birdən deyərsiniz ki, ay müəllimə, tutaq ki də. Məsələn, bir dəqiqə. Birdən deyərsiniz ki, müəllimə, niyə 1-i oradan qoydun? Fərq eləmir. İstəyirsən belə yazım. İstəyirsən 1-i buradan yazım. 2, 3, 4. Elə. Düzdür. CH3-ü bura yazdım mı? Çünki 4-ə birləşib də CH3. Elə. İndi CH3-ün birləşdiyi karbondan o nöqtə buna qoyulub. Bax, nöqtə bura qoyulub. Yenə 2 oldu. Görsən, B variantı. 19-cu sualda nə deyir? Bu maddəni beynəlxalq üsulla adlandırın. Fiqurdur. İndi ən çox şaxəli karbondan buradan başlayıram. Ha tərəfə nömrələyək. Sağa da geçsəm metil eyni nömrəyə düşür, sola da fərq eləmir. Onda buradan gəldi. 1, 1, 3, trimetil, siklobutan. 1, 1, 3, trimetil, siklobutan. D variantı. 20-ci sualda. Hansı maddələrin sink metalı ilə reaksiyasından metil siklopropan alınır? Siklopropan alınması üçün birinci növbədə halogenlər 3 vahid aralıda olmalıdır. Yəni 1-lə 3-də olmalıdır. 1-lə 3 cavabı 2-də, 3-də, 4-də var. 2, 3, 4. İndi görək hansı ödəyir. Metil siklopropanda option neçə karbon var? 4 dənə. İndi ikinciyə baxıram. Dixlor butan. Bu ödəyir. Üçüncüyə baxıram. Metil butan. Metildə 1, butanda 4. 5 dənə. Bizim maddəmiz metil siklopropandır. Bu maddədə metil siklopropan budur. Bu maddədə 4 karbon var. Üçüncü ödəməz axı. Üçüncüdə 5 karbonlu maddədir. Bu necə ödəyər? 4-ə bax. Bu da ödəyir. Metil propan 4 karbonlu düzdür. Əvvəla bax yenə deyirəm. Görürəm ki, sikloalkan alıb. Dedim halogenlər aralı olmalıdır. Siklopropanda 3 bucaqlıdır. Ona görə halogenlər bir-birindən 3 vahid aralıda. 1, 3-də olmalıdır. O da 2, 3, 4. Üçüncü niyə olmadı? Karbon çox çıxdı. 21. Hansı sinif karbohidrogenlərin ümumi formulu eynidir? Hansı sinif karbohidrogenin ümumi formulu eynidir dedik. Bu alken sikloalkandır. Çünki hər ikisi CNH-kendir. Bir də alkinlə alkadiyendir. Çünki onlardakı CNH-ken çıx 2-dir. Cavab 2, 4-dür də. Aydın oldu mu? 2, 4. 22-də verilən maddələrdən hansılar bir-birini izamerdilər? Etil siklopropan. Etil. 2 karbon daşıyır. Propan 3. C5H10'dur. İndi o birisi. 1,2 dimetil siklobutan. 1,2 dimetildə 2 dənədir butanda. Bu C6H12'dir. Üçüncüdə
Dimetil propan, bu C5H10'dur. Dördüncüdə yenə C5H10'dur. Etil siklopentan C7H14'dür. Onda cavab birincidir, üçüncüdür, dördüncüdür. 1, 3, 4. 23'də eyni sayda karbon olan alken və sikloalkan. Məsələn, eyni sayda karbonu olan sikloalkanla alken yazdım. Bir fikir ver. Aha. Pirabitənin sayı. Pirabitə bunda var, bunda yoxdur. Bir səhv. Sigma rabitə. Bəli. Yox. Yo. Bu CH6 alfatikdir. Burada 8 sigma var. Bu disiklikdir. Burada atomun sayı qədər 9 sigma var. Hidrogen sayı hər ikisində eynidir. Tamamilə doğrudur hələ ki. Sonra rabitənin əmələ gəlməsinə sərf olunan hibrid. Eyni olmaz axı. Bunda 3 dənə sp3 var. Bunda 2 dənə sp2, 1 dənə sp3 var. O da olmaz axı. Ona görə 4 səhvdir. Rabitənin əmələ gəlməsinə sərf olunan s elektron. S elektron hidrogendir. 6 dənə əlbəttə ki eynidir. Kütləsi hər ikisi CH6-dır. Əlbəttə ki emerlər eynidir. Öz izomerdirlər. Deməli 23-də 3, 5, 6. 24'də. 24'də sikloalkan deyir. CnH2'dir sikloalkan. Bunlarda hibridin düsturu 4'dir. Rabitənin əmələ gəlməsinə sərf olunan orbitalların sayı. Hibrid 4'dir. Bunu A ilə qəbul edib. Bir də ümumi, yəni hibridlə qeyri-hibridin cəmini nəzərdə tutur. Hibrid 4'dir. Bəs qeyri-hibrid? Qeyri-hibriddə hər hidrogen bir qeyri-hibriddir. Karbon da bizə qeyri-hibrid vermir də, çünki pirabitəsi yoxdur. Bu deyilir 6n. 6n'i də A üstəgəl 10 verir. 6n bərabərdir 4n üstəgəl 10. 2n bərabərdir 10. N də bərabərdir 5. C5H10. Deməli, C5H10'da rabitələrin sayı atomun sayı qədər olacaq da. Çünki bu disikliklərdə sigma rabitə ümumi atomun sayı qədər olur. Alfatiklərdə sigma rabitə ümumi atomun sayı ilə bir əksik olur. Bu disiklik deyə atomun sayı qədər oldu. 15 dənə. Pi'si də onsuz da yoxdur. Pi 0'dır. Ümumi atomun sayı da 15. 15 dənə də sigma var. 25-ci sualda maddə molekulunda üçlü karbon deyir. Problem deyil. Maddenin molekulunda üçlü karbon atomları ümumi karbon atomları neçə faiz? Bax, bu ikilidir. Çünki 2 karbona birləşir. Bu da ikilidir. Bu da ikilidir. Bunlar sayın. Budur. Bir də budur. Yo. O yox, bu. Bunlar birlidir. O işarə qoyduqlarım birlidir də görürsən. Amma bu neçəlidir? İkilidir. Üçlüləri göstərirəm. Ulduz işarəsi qoyuram. Üçlüdür çünki 3 karbona birləşir. Buradakı da üçlüdür. Buradakı da üçlüdür. 3 dənə üçlü var. Ümumi karbon neçə dənədir? 5 dənə figurdadır. 6, 7, 8, 9, 10. 10 dənədir ümumi. 10'un 100%'dirsə 3 dənə üçlü var. O deyir nə? 30%. 26'da. Disikloalkan. Yox, disiklobutan. C4H8. Disiklopentan C5H10. Hidrogen ilə birləşmə reaksiyasına daxil olur. Xeyr, disikloalkanlardan 3 bucaqla 4 bucaq birləşməyə girir. Ona görə bir ortaq deyil. Xlor ilə əvəz etmə reaksiyasına. Bu birləşməyə girir, bu əvəz etməyə girir. Bu da ortaq deyil. Karbon atomları, bəli, bunlar hər ikisi disikloalkandır. Hər ikisi doymuşdur. Karbonlar yalnız sp3'dür. Disiklopropan ilə homoloqdur. Əlbəttə ki, disiklopropan CH6 bunun homoloqudur. Niyə? Çünki bunlar eyni sinifə mənsubdular axı. Cavab bizdən ortaq cəhəti istəyir də bu. Cavab oldu 3-4. Keçək öbür testinə. 1 ilə 2 səhvdir. Hidrogenlə birləşməyə disiklobutan girir, disiklopentan girmir. Ümumiyyətcə disiklopentan hidrogenlə reaksiya getməyəcək ki, 3 bucaqla 4 bucaq gedir. Xlorla əvəz etmə reaksiyasına daxil olur. Əvəz etməyə pentan gedəcək, disiklopentan. Disiklobutan birləşməyə girəcək. 27'də. 27'də uyğunluğu müəyyən edin. Birincidən alınacaq. Birincidə
Belə eləyək də. Nə uzun təmizlərdir. Bir dəqiqə gərək bunları bir-bir yazaq. Bizə hamısı da vaxt aparır. Baxın. Aha, buradan eynirik. Birinci halogendən ikinciyə qədər xətt çək, nömrələ. 4 bucaqlıyı yarat. Hardan istəyirsən başda nömrələmə. Məsələn, belə nömrələdim. Birincidə metil var bir tane. İkincidə də metil var. İndi bunun adı nə olacaq? 1,2 dimetil siklobutan. Deməli 1'ə A variantı uyğundur. 1'ə A. Eyni şey Y variantında da var. Bir fikir ver. Və Y variantında da var. Fikir ver. Buradan buraya qədər xətt çəkdim. 4 bucaqlını quraşdırdım. Məsələn, nömrələdim. 1, 2, 3, 4. Birincidə metil var. Bir də dördüncüdə metil var. İndi bunu adlandıranda təzədən şaxa yaxın olan tərəfdən nömrələyəcəm. Adı olacaq 1,2 dimetil siklobutan. Onda buna Y variantı da uyğundur. İkinci sualda. İkinci reaksiyada, yəni B-də. Tərkibində bir halogen olan alkandır. Üzərinə əsasın spirtə məhlulunu gəlib, onda alken alınacaq. Natrium xloru götürəcək. Hidrogen hardan qopur? Xlorun birləşdiyi karbon sağı CH3'dür, solu CH2. Deməli hidrogen az tərəfdən qopur da, bilirsiniz. Onda olur belə. Bax belə olacaq. Natri xlor suda çıxır. B variantında budur. Bunun adı nədir? Bunun adı 2 metil penten 2. 2 metil penten 2. Onda B variantı 3'ə getdi. İndi C variantına bax. C variantında 2 halogendir elə. 2 halogenin üstə metal gələndə, halogenlər yanaşı olanda alken alınır demişəm. İndi sink xlorları götürür, orada 2 qat yaranacaq. İndi bunu adlandıranda 2 metil buten 2. Yox, karbon 1 qaldı deyəsən. 2 CH3 bir dəqiqə. Hə, bu da 5. Aha. Bunun adı 2 metil, karbon 1 nə eksik yazmışam. 2 metil penten 2. Düzmü deyirəm? Onda C variantı buraya edəcək. Görək öbürsünə nə uyğundur. D variantında 2 halogenlidir. Əsasın spirtdə məhlulunu gəlib. Onda orada alkin alınacaq. Alkin. Natrium xlorları götürdü. Hidrogen hardan qopur? Xlorun birləşdiyi karbonun bax. Solu CH3'dür, sağı CH2. Deməli, hidrogen az tərəfdən qopurdu da. Xlorların sağ tərəfində 3 qat yaradacağım. Belə. Aha, nömrələyib adlandıraq. 1, 2, 3, 4, 5. 4 metil pentin 2. 4 metil pentin 2. Onda D variantı da buraya. 1AY, 2D, 3BC. Uyğunluğu müəyyən edindir. Penten 1'in 1, 2, 3. Penten 1'in siniflər arası zamiri. Siniflər arası alken nə ilə zamirdir? Disikloalkanla. Penten 1'də neçə karbon var? 5 dənə. Mənə 5 karbonlu disikloalkan səsi oradan. A variantıdır da metil disiklopentan. Yox. Metil disiklobutan. Orada opşu metildə 1, butanda 4, 5 dənə karbon var. Ona görə alkenlə izamerdir. A variantı buraya aiddir. Aydındır mı? Sonra penten 1'in sinif daxili zamiri. Penten 1'in sinif daxili zamiri, yəni penten alkendir. 5 karbonlu alken seç bizə. 5 karbonlu alken B variantıdır. 2 metil buten 1'də 5 karbon var. İndi penten 1'in homologu. Penten 1'in homologu. O deməkdir ki, eyni sinifin üzvü də, yəni alken olan. C variantıda onun homologu. Pentende 5 karbon var. O heç izomerini istəmir. Yəni bundan homolog olan. Məsələn, D variantından Y variantını qətiyyən yaxın qoyma. Niyə? Çünki D-da alkadiyendir. Bunun homolog olanmaz. Y-də də xlor var vəbşi. Onda bir dənə qalır C variantı. Məsələn, penten 1 C5H10'dur. C variantındakı C6H12'dir. Görürsən, bunlar homologdur. Niyə? Çünki hər ikisi alkendir. Homolog odur ki, bir sinifin üzvü.
bir-birindən bir və ya bir neçə CH qədər fərqlənər. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək sağ olun.